Bismillah. Bürclərin hər biri üçün aprelin ən uğurlu və uğursuz günləri. Aprel ayı enerjiləri hər bir üçün fərqli təsir edir. Sənə ən uğurlu və diqqətli olmalı günləri qısa və dəqiq şəkildə yazdım. Qoç, uğurlu günlər 3, 9, 18, 27. Uğursuz günlər 6, 14, 22. Yeni başlanğıclar üçün əla ay, amma tələsən qərarlardan uzaq dur. Buğa, uğurlu günlər 5, 11, 20, 29. Uğursuz günlər 2, 16, 25. Pul və işdə şanslısan, amma emosional gərginliklərə diqqət et. Əkizlər, uğurlu günlər 4, 10, 19, 28. Uğursuz günlər 7, 15, 23. Ünsiyyət və yeni tanışlıqlar üçün əla dövrdür. Xərçəng, uğurlu günlər 6, 12, 21, 30. Uğursuz günlər 3, 17, 24. Ailə və sevgi mövzuları ön plandadır. Şir, uğurlu günlər 1, 8, 18, 26. Uğursuz günlər 5, 13, 22. Liderlik və işdə yüksəliş mümkündür. Qız, uğurlu günlər 2, 9, 17, 25. Uğursuz günlər 6, 14, 28. Planlı hərəkət etsən böyük uğur qazanacaqsan. Tərəzi, uğurlu günlər 3, 11, 20, 27. Uğursuz günlər 8, 16, 24. Münasibətlərdə qərar verməli olacaqsan. Əqrəb, uğurlu günlər 5, 13, 21, 29. Uğursuz günlər 1, 10, 18. Maliyyə baxımından sürprizlər mümkündür. Ox atan, uğurlu günlər 4, 12, 22, 30. Uğursuz günlər 7, 15, 26. Səyahət və yeni imkanlar qapını döyür. Oğlaq, uğurlu günlər 2, 10, 19, 28. Uğursuz günlər 6, 14, 23. Kariyera baxımından dönüş nöqtəsi ola bilər. Dolça, uğurlu günlər 1, 9, 18, 27. Uğursuz günlər 5, 13, 21. Yaradıcı ideyalar səni önə çıxaracaq. Balıqlar, uğurlu günlər 3, 11, 20, 29. Uğursuz günlər 8, 16, 24. Duyğuların güclənir, amma aldanmamaq üçün diqqətli ol.